Salam dəyərli izləyicilər, Hədəf proqramını təqdim edirik və bugün biz ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyalarının icrası, eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bütün bu proseslərdə rolu və fəaliyyətindən danışacağıq və elə mərkəzin icrası direktoru Vüsal Qasımlı bizim qonağımızdır. Vüsal müəllim, xoş gəlmisiniz, salamlayırıq sizi Hədəfdə. Bir sıra suallarımız var və istəyərdik həmişə olduğu kimi infografik üzərindən sizin təhlillərinizi eşitmək bizim üçün maraqlı olardır və ilk olaraq sizin monitor və qiymətləndirmə prosesini həyata keçirdiyiniz 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası. Hal-hazırda vəziyyət, icra vəziyyəti necədir? Rasim müəllim, əvvəla xoş gördük və dəvət üçün mən təşəkkür etmək istəyirəm. Cənab Prezident tərəfindən iqtisadi siyasətdəki strateji yanaşmada iki tərəf var. Yəni, bir tərəfdən Cənab Prezident orta müddətli xərclər çərçivəsini müəyyənləşdirmişdi və bu çərçivədə biz ilk növbədə makrofiskal çərçivəni görürük. Yəni, bizim iqtisadiyyatımız növbəti dövrdə nə qədər inkişaf eləyəcək? Deyək ki, bu il bizim iqtisadiyyatımızın həcmi 131 milyard manat qiymətləndirilir. Amma orta müddətli dövrün sonunda, yəni 2029-cu ilin sonunda bu göstərici 160 milyard manatın üzərində olacaq. Və iqtisadiyyatın miqyasına uyğun da makrofiskal çərçivədə biz həm də büdcənin xərclərini müəyyənləşdiririk ki, məsələn, bu il əgər bizim büdcənin xərcləri deyək ki, 41 milyard manatın üzərindədirsə, bu orta müddətli dövrün sonunda 51 milyard manat ətrafında olacaq və beləliklə orta müddətli xərclər çərçivəsi belə deyək ki, büdcənin əsas ixrac, deməli, əsas xərc istiqamətlərini, funksional istiqamətlərini müəyyənləşdirir. Bir tərəfdən dediyimiz kimi, digər tərəfdən isə Cənab Prezident proqram idarəetməsini tətbiq edir və istənilən proqram, o cümlədən 22-26 sosial-iqtisadi inkişaf strategiyası, Böyük Qaydışa dair birinci dövlət proqramı, Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və digər proqramlarımız qəbul olunanda Cənab Prezident sərəncamda xüsusi olaraq Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırıq verir ki, bu proqramların tədbirlərinin maliyyələşməsindən bağlı tədbirlər həyata keçirsinlər və İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinə isə bu proqramların monitorinq qiymətləndirməsini həyata keçirilir. Salman, təşkil edilmiş elə mərkəzin hazırladığı qrafiklər, göstəricilər üzərindən elə təhlilinizi zəhmət olmasa. Bəli. Və beləliklə, Rasim müəllim, nə baş verir? Yəni, biz bir tərəfdə orta müddətli xərclər çərçivəsi, digər tərəfdə isə proqram idarəetməsinin vahid yanaşmasını görürük. Bunun çox vacib tərəfi ondan ibarətdir ki, proqram idarəetməsində əsas icra göstəriciləri ortaya qoyulur. Və biz onda bilirik ki, deməli, biz xərclədiyimiz vəsait hansı icra göstəricilərinə çevrilir. Məsələn, 22-26 strategiyasının sonuncu hesabatını mən sizə təqdim edirəm. Birinci məqsədimiz bizim davamlı və yüksək iqtisadi artımdır və ilk göstəricimiz ümumdaxili məhsulun artımı ilə bağlıdır. Biz ötən il hədəf qoymuşduq, 4,2% artmalıydı. Ümumdaxili məhsul gördüyünüz kimi hədəfə biz demək olar ki, nail olmuşuq və bu yaxınlarda Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı 24-cü ilin rəqəmlərini açıqladılar. Dünya üzrə iqtisadi artım təxminən 2-3% arasında olub. Amma yəni, bu o deməkdir ki, bizdəki iqtisadi artım dünya üzrə orta artım göstəricisindən yuxarıdadır. Amma bizim bölgə ilə bağlı olan iqtisadi artımdan təxminən eyni səviyyədədir. Amma bizim, mən hesab edirəm ki, burada bir potensialımız var. Çünki iqtisadi artım haqqında danışanda biz bilməliyik ki, artıq neft hasilatının düşməsi iqtisadi artımı geri çəkir. Əvəzində dövlət xərcləmələrinin artması isə iqtisadi artımı, belə deyək ki, tətikləyir. Və bu iki göstərici bir-biri ilə balans yaradanda, onda biz yeni potensial imkanlara baxmalıyıq. Gördüyünüz kimi, iqtisadi artımın əsas driveri qeyri-neft ümumdaxili məhsul olub, 6%-dən çox artıb və bunun da içərisində qeyri-neft sənayesi 7%-in üzərində artıb və beləliklə biz iqtisadi artımı davamlılığını təmin etmişik və bizim burada bu, belə deyək də, əsas icra göstəriciləri gördüyünüz kimi hamısı yaşıl zonadadır. Bu yaxşı deməkdir. Çünki yaşıl zonada olanda istər-istəməz bu 80%-in üzərində icra deməkdir. Və deməli, sarı zonada olanda artıq xəbərdarlıqdır, 50%, 80%. Qırmızı zonada olanda isə deməli, bu icra faizi 50%-in altındadır. İkinci bizim çox böyük göstəricimiz deməli, daxili və xarici dayanıqlıq göstəriciləridir. Burada illik inflyasiya səviyyəsi bizdə gördüyünüz kimi Mərkəzi Bankın müəyyənləşdirdiyi dəhlizdədir.
4+2-də və keçən il 4,9% olub. Bu il inflyasiya bir qədər sürətlənib, 5,9% olub və yeri gəlmişdən bəlkə də tarif müharibələri bu inflyasiyanı da bütün dünyada olduğu kimi Azərbaycanda da tətikləyir. Bizim 2 lövbərimiz var. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft qaz ümumdaxili məhsula nisbət göstəricisi. Cənab Prezident tərəfindən bunun yuxarı həddi 24% müəyyənləşib, amma ötən il bu göstərici 20,6% olub. Niyə? Ona görə ki, bizim ötən il icmal büdcəmiz gəlirləri, dövlətin bütün gəlirləri birlikdə 48 milyard manat olub. Xərclərimiz isə olub 43 milyard manat. Biz deməli, baxanda görürük ki, biz icmal büdcənin xərclərini daha qənaətindən istifadə eləmişik. Gəlirləri isə qeyri-neft sektorundan bir qədər artırmışıq. Üstəlik də qeyri-neft sektorunun özü proqnoza nisbətən daha çox artır və ona görə gördüyünüz kimi, bax bu göstərici ki var, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbəti deyilən hədəfdə qalıb. İkinci göstərici bizim məcmu dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisidir ki, bunun yuxarı həddi 30% müəyyənləşməsinə baxmayaraq 21,7%-dir və yeri gəlmişkən bizim indi ümumi dövlət borcumuz 27 milyard manatdır. Bunun 70%-i daxili borcdur, 30%-i xarici borcdur və xarici borcun ümumdaxili məhsula nisbəti 8%-in altındadır və bu dünyada belə deyək ki, çox az rastlanan bir, yaxşı bir göstəricidir. Hətta bu bizə imkan verir ki, gələcəkdə daha çox xarici borcu belə deyək ki, cəlb etməklə əlavə dəyər yaradan sahələrə istiqamətləndirək. Və növbəti slaydda biz artıq digər məqsədlərimiz üzrə indikatorları görürük. Gördüyünüz kimi, burada da əksər indikatorlar belə deyək ki, yaşıl zonadadır və ona görə mən üzərində çox dayanmaq istəmirəm. Və bundan sonraki slaydlarda isə biz artıq konkret deməli, istiqamətlər üzrə nəticələri görəcəyik. Məsələn, ötən il sahibkarlığın inkişaf məqsədi ilə verilmiş güzəştli kreditlərə dair məlumatlara siz baxa bilərsiniz. Burada həm maliyyələşdirilmiş investisiya layihələrinin sayı, həm maliyyələşdirilmiş investisiya layihələrinin deməli, faktiki və hədəf göstəricilərinin müqayisəsi, güzəştli kreditlərin həcmi və güzəştli kreditlərin deməli, hədəf və faktiki göstəricilərinin müqayisəsi onu göstərir ki, bütövlükdə maliyyələşmə artmışdır. Və bu ümumi maliyyələşmə 248 milyon manat olmuşdur, hansı ki 21-ci ildə bu göstərici 130 milyon manata bərabər idi. Bizim Azərbaycandan qeyri-neft ixracının həcm dinamikası da burada gördüyünüz kimi artır. Əgər 21-ci ildə biz 2,7 milyard manat qeyri-neft ixracı eləmişdiksə, 24-cü ildə bu göstərici artıq 3,4 milyard manata qədər yaxınlaşmışdır. Qeyri-neft qaz sənayesi, o cümlədən tikinti məhsullarının istehsalının ümumi dəyərinin dinamikasında burada gördüyünüz kimi artım dinamikası var. Xüsusən də ki, qeyri-neft qaz sənayesi istehsalının ümumi dəyəri 18,8 milyard manata çatıb 24-cü ildə, hansı ki 21-ci ildə bu göstərici 15 milyard manat idi. Və gördüyünüz kimi hər il qeyri-neft qaz sənayesi 7-8%lik artım tempinə malikdir. Və eyni zamanda ölkədən keçən nəqliyyat tranzit daşımalarla da bağlı deməli 8,4%lik artım baş vermişdi. Bunun haqqında biz növbəti slaydlarda biz daha geniş danışa bilərik. Və bu slaydda isə biz daha çox xidmət sektoruna fokuslanmışıq. Xüsusən də ki, mən turizm sektorunda əldə olunan göstəriciləri xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda deməli səfər edən turistlərin sayı və eyni zamanda turizm sektorundan daxil olmalar gördüyünüz kimi artır. Faktiki olaraq bizim turizm sektorundan ötən il 3,4 milyard manat gəlirimiz olub. Hansı ki, baza ilində 2021-ci ildə bu 291 milyon manat idi. Bəli, burada Covid-in təsiri var, amma etiraf etmək lazımdır ki, ilbəil turizmdən bizim gəlirlərimiz sürətlə artır. Eyni zamanda informasiya və rabitə xidmətlərinin həcminə dair göstəricilər də onu göstərir ki, ilbəil bu göstəricilər də artır və hətta 24-cü ildə əldə elədiyimiz göstərici baza ilə 21-ci illə müqayisədə 48,7% yüksəkdir. Gördüyünüz kimi biz slaydları təqdim elədik və iqtisadi artımın, indi biz əvvəlcə elan elədik ki, biz iqtisadi artım göstərisinə nail olmuşuq. Niyə nail olmuşuq və hansı sahələrdə bu açıq aydın görünür? Eyni zamanda bizim inflyasiya ilə bağlı, mən bayaqlar qeyd elədim, hədəf göstəricisi deməli təmin olunub. Yəni biz Mərkəzi Bankın müəyyənləşdirdiyi koridordayıq.
bank aktivlərinin inkişaf dinamikasına baxsaq, yeri gəlmişdən qeyd etmək lazımdır ki, artıq bizim ümumi Azərbaycanın bank aktivləri 53 milyard manata çatır. Hansı ki, bu baza ilində gördüyünüz kimi 38 milyard manat idi. Yəni kifayət qədər bir artım baş verir. Müsahib müəllim, icazənizlə digər slayd keçməmişdən öncə inflyasiya göstəriciləri hal-hazırda son vaxtda bizi xüsusilə narahat edir və nəzərə alsaq ki, Azərbaycanda inflyasiya əsasən ithal hesabına formlaşır. Bütün inflyasiya ilə bağlı hökumətin həyata keçirdiyi işlər yaşıl zonadadır. Deməli, 4% üzərində qorum saxlanıla bilib. Nəyin hesabına bu qorum saxlanıla bilib və biz xarici təhdidlərdən birbaşa asılı olmadıq və yaxud da ki, indi baş verən proseslər, tarif savaşları nəzərə alsaq, o göstərici yenə bir rəqəmli arzu olunan səviyyədə saxlanılacaqmı? Hansı tədbirlər görülür? Rasim müəllim, bu yaxşı sualdır. İcazə verin bir balaca mən məsələdə dərinliyə gedək. İnflyasiyanın səbəbiyyatı var. Yəni inflyasiya nə doğurur? Bizim təhlillərimiz onu göstərir ki, Azərbaycanda inflyasiyanın əsas mənbəyi xarici bazarlarda baş verən qiymət dəyişmələridir. Və bunun çox böyük bir təsiri var. Və bu təsir, belə deyək ki, inflyasiyanı sürətləndirir. İkinci, inflyasiyanın təsir göstərən, amma müsbət mənada təsir göstərən manatın kursunun sabitliyidir. Çünki Mərkəzi Bank inflyasiyanı hədəfləyib, amma onun lövbəri, bu hədəfin lövbəri, manatın, belə deyək ki, kursudur. Manatın kursu bildiyiniz kimi, 1 dollar qarşılığında 1,7 manatdır. Və manatın kursu sabit olanda xarici inflyasiya manatın kursu üzərindən bazara təsir göstərə bilmir. Yəni, manatın kursu bu təsiri yumşaldır. Siz təsəvvür edin ki, əgər xaricdə də inflyasiya olur və ona uyğun olaraq da manat da dəyərdən düşsə, onda bu belə deyək də 2 qat effekt ola bilərdi. Ona görə də Mərkəzi Bank bütün gücü ilə çalışır ki, belə deyək ki, manatın məzənnəsini saxlasın. Çünki bu əsas lövbərdir. Bir də Mərkəzi Bankın ikinci lövbəri var. Bu lövbərə deyirik biz, deməli, banklar arası bazarda qısa müddətli faiz dərəcəsi. Bu alternativ lövbərdir. Yəni, Mərkəzi Bank uçot dərəcəsini dəyişəndə və yaxud da ki, digər alətlərdən istifadə edəndə biz artıq görürük ki, faiz dərəcələri də banklar arası bazarda ona uyğun dəyişir. Və beləliklə biz likvidliyi idarə edirik. Siz təsəvvür edin ki, biz bir tərəfdən hökumət xərcləmələri artırır və hər ildə biz görürük ki, dövlət büdcəsinə xərcləmələr artırır. Bu, dövriyyədə pul kütləsini artırır. Dövriyyədə pul kütləsi artanda aydın məsələdir ki, pulun dəyəri aşağı düşməyə meyilli olur və həmin vaxtda Mərkəzi Bank o artıq pul kütləsini sterilizasiya edib bazardan dartır və bunun hesabına manatın məzənnəsini qoruyur. Ona görə də manatın məzənnəsinin qorunması mən hesab edirəm ki, Mərkəzi Bankla Azərbaycan hökumətinin birgə çox uğurlu bir nailiyyətidir ki, xarici inflyasiya təzyiqini biz yumşaltmış oluruq. Müsahib müəllim, ötən dəfə baxdığımız slayddan bir göstərici də diqqətimi cəlb etdi. Qeyri-neft sektoruna xarici investisiyaların payı bu sarı zonada qərarlaşmış. Onun yaşıl zonada olması üçün hal-hazırda hökumətin dövlət əsas strategiyası bundan ibarət. Hansı tədbirlər görüləcək 2026-cı ilə kimi o da arzu olunan səviyyədə qorunub saxlana bilsin? Əlbəttə, bilirsiniz, o görürsünüz mənfi dərhal diqqəti cəlb eləyir. Biz orada müsbət indikatorlarımız 20-yə qədər müsbət indikatordur, amma bir indikatorda mənfi olan kimi dərhal diqqəti cəlb eləyir və bu hökumətin də diqqətindədir. Əlbəttə, daha çox xarici sərmayənin cəlb olmasına bağlı birinci beynəlxalq bazara, sərmayə bazarına baxmaq lazımdır. İnkişaf etməkdə olan ölkələrə sərmayələrin həcmində bir azalma hiss olunur. Bu ümumi bir trenddir. Qlobal miqyasda. Və çünki bu geopolitik belə deyək ki, dəyişikliklər və s. bunun hər birinin özünün təsiri var. Amma buna baxmayaraq biz başa düşürük ki, bizim iqtisadi model özəl sektorun driverliyi ilə inkişafın təmin olunmasına hesablanmışdır. Ona görə də əlbəttə xarici sərmayənin cəlb olunması üçün biz biznes mühitinin yaxşılaşdırılması, hansından ki, indi biznes mühit və beynəlxalq reytinqlər üzrə komissiya məşğul olur, infrastrukturun yaxşılaşdırılması, dövlət tərəfindən əlavə güzəştlərin verilməsi, xüsusən də ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış şəraitin daha da yaxşılaşdırılması, xüsusi iqtisadi zonalara cəlb olunma, Azərbaycanın beynəlxalq proyektlər, o cümlədən Şərq-Qərb və Şimal-Cənub dəhlizi üzrə daha çox cəlbediciliyin artırılması məsələləri, bütün bunlar əlbəttə diqqət mərkəzindədir. O, bilirsiniz, Rasim müəllim, bir məsələni mən sizə deyim, qısa müddətli dövr üçün bunu demək düzgün deyil. Məsələn, keçən il xarici investisiya Azərbaycan iqtisadiyyatına azalmışdı, amma ondan əvvəlki 23-cü ildə artmışdı.
Ona görə də adətən investisiya trendlərini qısa müddətli yox, ən azı orta müddətli dövrdə qiymətləndirmək lazımdır. İcazənizlə qaydaq, biz indi elə yaxşı oldu ki, siz o məsələni qaldırdınız. Siz fikir verin, bizim bankların kredit portfeli və biznes kreditlərin həcminə dair məlumatlar da burada əks olunmuşdur. Kredit portfeli get-gedə böyüyür və hal-hazırda kredit portfelinin faktiki göstərisi 27,5 milyard manatdır. Hansı ki, baza ilində bu 16,7 milyard manat idi. Və bunun da böyük bir hissəsi biznes kreditlərdir və bilirsiniz, maliyyələşmə müxtəlif mənbələrdən ola bilər. Biz indi xarici investisiyalar haqqında danışdıq, amma maliyyə bank sektoru da maliyyələşmənin əsas driverlərindən biri sayılır. Ona görə də bu göstəriciləri biz ayrıca təqdim edirik. Sığorta bazarının inkişafı da müsbət tendensiya var burada. Biz gördüyümüz kimi artıq faktiki olaraq bu 1,3, 1,4 milyard manat yuvarlaq götürəndə həddə çatmışdı. Hansı ki, 21-ci ildə milyard dolların altındaydı və 845-44 milyon manata bərabər idi. Və bununla da biz belə deyək ki, sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəf göstəriciləri üzrə keçdik və gördüyünüz kimi Azərbaycan davamlı iqtisadi inkişafını baxmayaraq, bütün bu çağırışlara baxmayaraq davam etdirir. Sonra minnətdarıq. Digər bir məsələ, Azərbaycanın iqtisadi strategiyasında nəqliyyat sektoru. 4 bildiyim qədərilə dövlət proqramı burada icra olunur. Burada nəqliyyat kommunikasiya xidmətlərinin yaxşılaşdırılması və orta dəhliz. Buna bağlı vəziyyət necədir? Bildiyiniz kimi, bəli, Azərbaycanda hal-hazırda 4 əsas nəqliyyat proqramı, Bakı şəhəri və ətrafının nəqliyyatı ilə bağlı, beynəlxalq tranzitlə bağlı, hava nəqliyyat daşımalarıyla bağlı və bir də ki, Nazirlər Kabinetinin qəbul etdiyi vahid fəaliyyət planına uyğun olaraq proqramlar, dövlət proqramları həyata keçirilir və bunlar əlbəttə bir-birindən sinkronlaşdırılır və Cənab Prezidentin tapşırığı əsasında bütün bu proqramların monitorinq qiymətləndirilməsi, iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi tərəfindən həyata keçirilir. Və icazənizlə biz elə bu səhnədən ayrılmamışdan deməli, nəqliyyatla bağlı bizim göstəricilər var. Mən o göstəriciləri də təqdim edeyim. Buyurun, bu deməli bizim proqram tranzit potensialının artırılması və tranzit yükdaşımalarının təşviqinə dair tədbirlər planı var. Cənab Prezident tərəfindən təsdiq olunub və həmin tədbirlər planının iqtisadi islahatların təhlili kommunikasiya mərkəzi tərəfindən aparılmış monitorinq qiymətləndirmə nəticələri nəyə göstərir? Dəmir yolu, avtomobil yolu, hava yolu istiqamətində gördüyünüz kimi yük daşımalar, tranzit yük daşımaları artır. Məsələn, dəmir yolu üzrə ötən il, yəni 24 ilə 23-ün müqayisəsində 5,6% artım var. Avtomobil yolunda müvafiq olaraq 10,5% artım var. Hava yolunda isə 25,6%lik artım müşahidə olmuşdur. Eyni zamanda ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə tranzit daşımalarının həcmi milyon tonla biz götürəndə görürük ki, artıq 24-cü ildə bu göstərici 14,5 milyon tona çatmışdı. Hansı ki, 22-ci ildə bu göstərici 11,9 milyon ton idi. Ümumiyyətlə, hədəf deməli 26-cı ildə 13,6 milyon təyin olunub. Bax, indi gördüyünüz kimi, hətta 24-cü ildə biz bu hədəfi aşmışıq və ona görə də indi hökumətdə də daxildə müzakirələr gedir. Yəqin ki, biz bu hədəfə də yenidən baxacaq və növbəti slaydda biz tranzit yük daşımalarla bağlı məsələnin deməli müxtəlif marşrutlar üzrə qeyd edirik. Ümumiyyətlə, Rasim müəllim, yaxşı olar ki, biz bunun üzərində bir qədər dayanaq. Çünki adətən danışanda biz deyirik ki, şərq-qərb və şimal-cənub dəhlizləri. Amma Azərbaycanda ki, bu iki dəhliz kəsişir, bu dəhlizlərin kəsişməsi nəticəsində yeni dəhlizlər yaranıb. Və bizim hesablamalar onu göstərir ki, indi ən böyük dəhlizimiz bizim şimal-qərb dəhlizidir. Yəni, Rusiya istiqamətindən gəlir, Azərbaycan üzərindən Gürcüstan istiqamətindən Türkiyə gedəndir. Və bizim bütün tranzit daşımalarının 32% bu dəhlizdədir. İkinci maraqlı dəhliz, deməli, gördüyünüz kimi şərq-qərb dəhlizidir. Yəni, bu artıq bildiyimiz kimi Çindən başlayıb Qazaxıstanın üzərindən, Azərbaycan üzərindən Avropaya istiqamətlənən dəhlizdir. Bu dəhlizin tranzit daşımalarında payı 29% olmuşdur. Üçüncü ən böyük dəhlizimiz cənub-qərb dəhlizidir. Yəni, biz cənubdan da məhsulları alıb, onu tranzitlə qərb istiqamətinə ötürürük. Və şimal-cənub dəhlizi 14%lik paya malikdir və bizim digər burada modifikasiyalarımız da var, dəhlizlərimiz də var. Və gördüyünüz kimi, o klassik yanaşma ki, ancaq şərq-qərb və şimal-cənub belə deyil. Azərbaycanda nəqliyyat imkanları, nəqliyyat logistika infrastrukturunun inkişaf etməsi
və Azərbaycan bütün istiqamətlərə rahat çıxışı bu cür modifikasiyalara gətirir. Və ötən illə müqayisədə Şərq-Qərb dəhlizi istisna edilməklə digər dəhlizlər üzrə daşımalarda artım dinamikası müşahidə edilib. Şərq-Qərb dəhlizində də demək olar ki, eyni rəqəm qalıb. Bu bizim orta dəhliz üzrə konteyner daşımalarının dinamikasıdır. 1000 TEU-dan və gördüyünüz kimi 24-cü ildə artıq bu 50,5 minə çatmışdı. Hansı ki, 10 il bundan əvvəl 4,9 minə bərabər idi. Yəni, başqa sözlə desək, Dünya Bankının araşdırmalarına görə orta dəhliz üzrə konteyner daşımalarının həzmi son 10 illik tarixi maksimumuna çatıb. Yəni, heç vaxtı biz 50 min ton üzərində konteyner daşıması həyata keçirtməmişik. Və ümumiyyətlə, Dünya Bankının hesablamalarına görə, əgər Azərbaycan və orta dəhlizin üzərində olan digər ölkələr müvafiq infrastruktur yaxşılaşmasını və belə deyək ki, tariflərin harmonizasiyası, prosedurların harmonizasiyasını həyata keçirsələr, idarəetmə islahatlarını həyata keçirsələr, 30-cu ildə daşımalar 3 dəfə arta bilər və sərf olunan vaxt 2 dəfə aşağı düşə bilər. Bir də biz indi bu infrastrukturla bağlı danışmışkən, bir məsələni də mən qeyd eləmək istəyirəm. Biz artıq təbii olaraq Bakının cənubunda çox ciddi bir nəqliyyat, logistika infrastrukturunun yaranmasına şahid olur. Və növbəti slaydda mən xahiş edəcəm ki, Google Earth proqramından istifadə edərək biz Bakının cənubuna biz diqqət yetirək. Bu bizim Azərbaycanımızın xəritəsidir və Bakının cənubunda gördüyünüz kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır bu liman və Cənab Prezidentin tapşırığına əsasən artıq bu limanın belə deyək ki, ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması üçün əlavə 20 milyon manat keçən il ehtiyat fondundan vəsait ayrılmışdı və bu limanın yaxınlığında siz fikir verin, biz heç uzağa getmirik. Ələt Azad İqtisadi Zonasıdır. Ələt Azad İqtisadi Zonasında artıq işlər çox yüksək sürətlə gedir. Orada bilirsiniz ki, 3 fazadan ibarətdir işlər və indiki halda kargo aeroportunun, hava limanının tikintisi artıq demək olar ki, yekunlaşır və onun infrastrukturu qurulur və bu, mən sizə deyim ki, Ələt Azad İqtisadi Zonası üçün çox böyük imkanlardır və indi siz belə deyək ki, Ələt Azad İqtisadi Zonasının maketini də görürsünüz və Ələt Azad İqtisadi Zonasının yaxınlığında, xahiş edirəm, diqqətlə baxın, bu bizim avtomobil yolumuzdur, bu isə bizim dəmir yolumuzdur. Və bunlar birləşib çox ciddi bir nəqliyyat, logistika yaradılır. Və burada bir qədər yuxarı çıxanda şimala Səngəsar terminalıdır. Yəni bu da bir neçə kilometr bu danışdığımız ərazidən, bunların hamısı Bakının cənubunda yerləşir və Səngəsar terminalını biz indi siz real rejimdə görürsünüz. Və Google Earth proqramından biz istifadə edib bu BIP-nin deməli Bakı Gəmi Qayırma Zavodu artıq Azərbaycanın özünün gəmi qayırma zavodu var və mən sizə deyim ki, bu hər dəniz dövlətinin imkanları deyil. Burada da artıq daxili sifarişlərimiz var, xarici sifarişlərimiz var. Kifayət qədər uğurla fəaliyyət göstərir. Bunun yaxınlığında qeyd etdiyimiz kimi BIP-nin logistika və əməliyyatlar mərkəzi fəaliyyət göstərir. Belə deyək ki, Bakı Dəniz Gəmi Qayırma Zavodundan bir qədər cənubda və yaxınlıqda bizim, yenə də mən Google Earth-dən xahiş edəcəm, bizim ən vacib olan obyektləri göstərsinlər. Buyurun, Bakı Dərin Özürlər Zavodu yeri gəlmişkən Ulu Öndər Heydər Əliyev tərəfindən elə Sovet vaxtı inşa edilmişdi və bu zavod olmadan ümumiyyətlə bizim neft proyektlərini düşünmək belə mümkün deyildi. Yəni ki, bütün o platformalar, buruqlar və s. burada bir xeyli, bütün o sifarişlərin hamısının, əksər sifarişlər bax burada həyata keçirilmişdi. Və eyni zamanda bizim özəl sektorunda burada xeyli işləri var və konkret olaraq, məsələn, indi biz Sədərək Ticarət Limanına, daha doğrusu mərkəzinə yaxınlaşdı və bu onun belə deyək ki, görüntüsüdür. Bilirsiniz ki, bu həm topdan satış, həm də pərakəndə satış üzrə təkcə Azərbaycan üçün yox, ümumiyyətlə region üçün çox ciddi bir ticarət mərkəzidir. Bir qədər kənarda deməli binə ticarət mərkəzidir. Onu da biz xahiş edirəm ki, Google Earth proqramından istifadə edərək göstərək. Görürsünüz, yaxınlıqda yerləşir. Bunların hamısı bir-birindən. Və bütövlükdə, Rasim müəllim, siz fikir verin, biz Bakının cənubunda baxırıq, yəni ki, biz çox uzağa getmirik. Bakının cənub hissəsində, bax bu hissədə çox böyük bir nəqliyyat, logistika, sənaye qovşağı. Özə mən bütün indi verilişin imkanlarından istifadə edib, ona görə rejissor pultuna xahiş eləmirəm ki, hamısını göstərsin. Yəni, bu qədər burada obyekt cəmlənib
Və bu, bax, bayaqları biz dedik ki, o şərq-qərb və şimal-cənub dəhlizlərinin modifikasiyaları, nə bilim, oradan şimaldan qərbə və yaxud da ki, cənubdan qərbə və s. O modifikasiyaların yaranması üçün unikal bir imkandır. Ona görə də Azərbaycan istər orta dəhliz olsun, istər şimal-cənub dəhlizi olsun, bu dəhlizlərin üzərində infrastruktura ən çox sərmayə yatıran və bu təşəbbüsləri ən yaxşı irəli aparan bir ölkədir. Müsahib müəllim, yeri gəlmişkən deməli Azərbaycan artıq regionun nəqliyyat hubuna çevrilə bilib və xarici investorlar da artıq bizim bu sektora maraqlıdır. Və bu arada elə cənab prezidentin Çinə səfəri zamanı da əsasən nəqliyyat, logistika, əlbəttə iqtisadiyyatın digər sahələr, ticari, iqtisadi, sənaye, sərmayələr, bayaq əvvəl siz qeyd elədiniz, bir sıra məsələlər müzakirə olundu, 20-dən artıq sənəd imzalandı. Bu baxımdan cənab prezidentin səfəri Azərbaycan-Çin münasibətləri barədə dəyərləndirməniz nədir? Rasim müəllim, suala görə çox sağ olun, təşəkkür edirəm. Birincisi, yəni gəlin Çinin bir dünyadakı roluna baxaq. Çin hal-hazırda nominal ümumdaxili məhsula görə Amerikadan sonra ikinci, alıcılıq qabiliyyəti paritetindən qiymətləndirəndə. Hətta Amerikanı da üstələyərək dünyanın birinci iqtisadiyyatıdır. Və aşağı-yuxarı Azərbaycanla müqayisədə Çin iqtisadiyyatı ümumdaxili məhsulu müqayisə edəndə 240 dəfə fərq eləyir. Çin bu günləri dünyada ən böyük emal sənayesinə malik olan bir ölkədir. Hətta özündən sonraki 9 ölkənin emal sənayesini toplayanda Çinin emal sənayesinə çata bilmir. Və Çin bu günləri dünyada süni intellekt, kvant kompüteri, yaşıl energetika, kritik metallar və belə deyək ki, yaşıl avtomobillər və s. bu sahələrdə də öncül mövqelərdə olan bir ölkədir. Və Çin dünyanın ən böyük ixracatçısı. Təsəvvür edin ki, ötən il Çindən 3,7 trilyon dollar ixracat həyata keçirilir. Və Çin dünyada ən çox ticarət tərəfdaşı olan ölkədir. Və belə bir ölkənin, bu miqyasda olan ölkənin, mən bunu sadəcə bir daha təkrarlamaqla məqsədim var. Azərbaycanla bərabər səviyyəli və qarşılıqlı hörmət və etimada əsaslanan münasibəti çox yüksək qiymətləndirilməlidir. Çünki bilirsiniz, Azərbaycan Çinin irəli sürdüyü bir kəmər, bir yol təşəbbüsündə iştirak edir. Amma özünün nəqliyyat və logistika infrastrukturu ilə. Bugün də biz indi göstərdik, Bakının ətrafında elə mən göstərdim nəqliyyat logistika infrastrukturunu. Bu bizim özümüzə məxsusdur və biz özümüzün yaratdığımız və nəqliyyat logistika suverenliyimizi qoruyan infrastrukturla bu prosesə qoşulmuşuq. Hansı ki, bir çox hallarda bunu demək mümkün deyil başqa ölkələr üçün. Azərbaycan bugün Şanxay Əməkdaşlıq Təşkilatında özünün iştirak statusunu getdikcə artırır, amma bu bir çox digər hallarda olduğu kimi başqa bir ölkəyə, başqa bir rəqibə qarşı deyil. Bu sadəcə Azərbaycanın milli maraqlarının tələbidir. Salam, sözünüzü kəsməli oluram. Nəyə görə? Biraz əvvəl siz bir sıra iqtisadi göstəriciləri açıqladınız. Elə 2023-2024-cü illərdə 3 milyard dolların üzərində bir ticari dövriyyə var. Bu ilin yanvar-fevral ayları üzrə Çin-Azərbaycan ticari dövriyyəsi 750 milyon yaxın olub. Cəmi 11 milyon biz ixrac etmişik. Çin böyük bir iqtisadiyyata sahibdir. Doğruda Azərbaycanın nəqliyyat kommunikasiya imkanları var. Amma yenə də sual yaranır. Niyə məhz Azərbaycanı, yəni iqtisadi 240 dəfə yuxarı olan bir ölkə Azərbaycanla bu qədər maraqlıdır. Elə cənab prezidentin qarşılama törəninə baxanda da biz bunu hiss elədik. Digər hansı səbəblər ola bilər sizcə? Mən elə səbəbi, mən elə ona gətirmək istəyirdim sözümü ki, bəli, Çin elə təkcə iqtisadiyyat yox, elə ərazisi bizdən bir təxminən 100 dəfə böyükdür, əhalisi 150 dəfə böyükdür və miqyaslar ümumiyyətlə müqayisə olunmazdır və etiraf edək ki, bir çox başqa hallarda, istər məsəl üçün Çinin qlobal cənub proyekti çərçivəsində Afrikada və yaxud da ki, Mərkəzi Asiyada, Latin Amerikasında fəaliyyətlərini biz izləyəndə bəzən görürsən ki, müəyyən bir maraq toqquşmalarına da şahid oluruq. Bəzən o inkişaf etməkdə olan ölkələr o qədər də xoşbəxt olmur bu münasibətlərdə. Mən bunun çox təfərrüatına getmək istəmirəm. Amma buna rəğmən Azərbaycana bu cür maraq cənab prezidentin siyasətinin təntənəsidir. Çünki cənab prezident dəfələrlə sübut edib və artıq hamı buna, bütün beynəlxalq ictimaiyyət də buna inanır ki, Azərbaycanın siyasəti Azərbaycanın milli maraqlarına xidmət edir.
Yəni bu hansısa burada balanslaşdırmadan, hansısa qüvvəyə qarşı dayanmaqdan, kiminsə deyək ki, borc, tələ, diplomatik belə deyək ki, sxemlərinə qoşulmaqla müstəqilliyi bir hissəsini əldə verməkdən bunlardan söhbət gedə bilməz. Azərbaycan belə deyək ki, özünü etibarlı tərəfdaş kimi qəbul elətdirə bilir və Çində cənab prezidentin rəhbərlik elədiyi nümayəndə heyətinin bu səviyyədə qəbul olunması və bəyannamənin strateji tərəfdaşlıqla bağlı geniş hərtərəfli bəyannamənin qəbul edilməsi dünyanın aparıcı gücünün Azərbaycana olan münasibətidir. Yəni bu münasibəti Azərbaycan özü qazanır və yeri gəlmişkən digər bir nümunə, yaxşı bir nümunə Vyetnamdır. Vyetnam məsələn Çin, Amerika Birləşmiş Ştatları rəqabətində daha yaxşı mövqeylənməklə Çindən ixalı artırıb Amerikaya ixracı artırmaq siyasəti həyata keçirdirdi və bu bir müddət də belə deyək ki, çox uğurlu oldu. Amma müəyyən bir müddətdə, məsələn, yeri gəlmişkən Trumpın birinci administrasiya dönəmində mən xatırlayıram ki, o vaxtda müəyyən tariflər tətbiq olunmuşdu Çinə qarşı və digər ölkələrə qarşı alüminium ixracı ilə bağlı və Azərbaycandan Amerika Birləşmiş Ştatlarına alüminium ixracı 2,5 dəfə artdı qısa bir müddətin ərzində. Ona görə də bilirsiniz, mən düşünürəm ki, Azərbaycan öz iqtisadi, siyasi müstəqilliyini qorumaqla, özünün yaratdığı infrastrukturla, özünün əldə elədiyi nailiyyətlərlə, Çinlə bu şəkildə əməkdaşlıqdan yalnız faydalana bilər. Qaldı ki, mən sizlə razıyam, bu bizim qarşımızda çağırışdır ki, biz Çin bazarına daha çox ixrac etmək imkanımız var. Çünki Çin il ərzində 2,5 trilyon dollar təxminən ithal həyata keçirdir. Və indiki bu ticarət müharibələri fonunda bu ithalın bir hissəsi aydın məsələdir ki, sıradan çıxacaq, belə deyək də, qarşılıqlı tarif müharibələri nəticəsində. Və bu Azərbaycan üçün çox yaxşı imkandır. Ona görə də mən düşünürəm ki, biz bu imkandan istifadə etməliyik. Məsələn, mən sizə bir faktı deyim. 2017-ci ildə möhtərəm cənab prezident Azeksport portalını yaradanda Alibabada cəmi 3 bizim belə deyək ki, şirkətimiz var idi və 10 dənə də məhsul idi. Azeksport indi Alibaba ilə bilirsiniz ki, çox dərin bir əməkdaşlıq eləyir və Azərbaycan məhsullarını Alibabaya daşıyır və hal-hazırda yüzlərlə bizim müəssisəmizin minlərlə məhsulu nəinki Çin bazarında, dünya bazarında, o cümlədən Cənub-Şərqi Asiya bazarlarında belə deyək ki, sərgilənir. Yəni ona görə də mən fikirləşirəm ki, qeyri-neft ixracının Çinə artırılması perspektivinə baxmaq lazımdır və burada bizim böyük potensialımız var və mən hesab etmirəm ki, biz bu potensialı arzu olunan səviyyədə indiyə qədər istifadə etmişik. Bu viza rejimi ilə əlaqədar məsələlər aradan qalxdıqdan sonra turizmlə bağlı mən göstəricilər də göstərdim. Hesab edirəm ki, Çindən turist qəbulu ilə bağlı işlər daha da genişlənməlidir. Üçüncü istiqamət Çinin texnologiyalarının Huawei başda olmaq şərti ilə Azərbaycana gətirilməsi və bu texnologiyaların tətbiqi nəticəsində bizim dəyər yaradan sahələrimizdə süni intellektdən tutmuş kvant mexanikasına, kompüterinə qədər bu sahələrdə biz istifadə edə bilərik. Orta dəhlizlə bağlı danışdıq. Bu bizim üçün də, Çin üçün də çox prioritet istiqamətdir. Sadəcə mən fikirləşirəm ki, orta dəhlizə bir marşrut kimi yox, regional dəyər zənciri kimi yanaşmalıyıq və Bakının cənubunda elə biz sadəcə bir Google Earth-dən baxdıq, hansı imkanlar var? Yəni biz burada təkcə elə Ələt Azad İqtisadi Zonasında nə qədər böyük bizim imkanlarımız var. Qarabağ və Şərqi Zəngəzurda nə qədər böyük imkanlarımız var. Dövlətin yaratdığı bir tərəfdən infrastruktur, digər tərəfdən verdiyi güzəştlər, yaratdığı biznes mühiti buna imkan yaradır. Ona görə də biz Çinlə bütün bax bu spektr üzrə, o bəyannamədə qeyd olunduğu strateji tərəfdaşlığın çox tərəfli spektr üzrə bütün imkanlardan maksimum istifadə etməliyik və mən Çin-Azərbaycan əməkdaşlığının faydalı gələcəyinə çox böyük ümidlər bəsləyirəm. Minnətdarıq sizə. Vüsal müəllim, Azərbaycanın 2030-cu ilə hesablanmış 5 əsas milli prioriteti var. Onlardan və 5-ci təmiz ətraf mühit, yaşıl artım ölkəsidir. Sizin təhlilləriniz nə deyir? Hal-hazırda ən çox müzakirə olunan məsələlərdən biri də bundan ibarət. Nəticələr varmı? Bizim orada bəli, nəticələrimiz var və indi mən rejissor pultundan da xahiş edəcəm. Bizim apardığımız monitoring qiymətləndirmə nəticələrini təqdim eləsinlər. Əgər icazənizlə göstərək burada. Məsələn, bizim orada əsas hədəflərimizdən biri ümumi ərazidə yaşıllığın payı idi.
Bilirsiniz ki, bu 21-ci ildə 12% idi, artıq 24-cü ildə 12,9%-ə çatıb. Yəni bu ümumilikdə, yəni bu meşə salma, yaşıllıqların salınması işi xüsusi bir proqramdır və bunu belə deyək ki, müvafiq bizim hökumət strukturları həyata keçirdir və burada gördüyünüz kimi bizim nəticələrimiz var, müsbətdir. İkincisi, qeyri-meşə fondu torpaqlarında yaşıllıqların sahəsidir. Yenə də burada biz baza ili ilə müqayisədə artımın şahidiyik. Artıq bu 5946 hektara gəlib çatıb, hansı ki baza ilində bu 4446 hektar idi. Bir də deməli, Rasim müəllim, mən yəni bunlar bizim əsas hədəf indikatorlardır. Mən ona görə bunun üzərində dayandım. Əsas məsələlərdən biri yaşıl energetikadır və burada bizim çox maraqlı hesablamalarımız var. İcazənizlə mən o hesablamaları da növbəti slaytda sizə təqdim edəcəm. Söhbət ondan gedir ki, bu slayda mən təqdim edeyim sizə. Deməli, bu bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücünün ümumi gücdə payı. Siz fikir verin, biz 21-ci ildə 17,3% başlamışıq və 24-cü ildə bu göstərici 21,3%-ə çatıb. Açığı bizi də narahat edirdi. İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzində biz təhlillər zamanı buna baxırdıq ki, yaxşı biz gücü artırırıq. Bu nə qədər bizim, belə deyək ki, bu gücdən biz istifadə edirik. Və sonra aydın oldu ki, bəli, biz istehsal olunmuş elektrik enerjisinin ümumi istehsalında da alternativ mənbələrin xüsusi çəkisi artır. 21-ci ildə 5,8% idi, artıq 24-cü ildə bu 13,6%-ə çatıb. Yəni, demək istədiyim nədir? Bərpa olunan enerji mənbələri yaradıldıqca, yəni bu belə deyək də, bu boş qalan güc deyil. Yəni bu dərhal istifadə olunur və artıq biz 30-cu ilə qədər 6 gigawatt bildiyiniz kimi əlavə gücün yaradılmasından danışırıq və bu istiqamətdə biz demək olar ki, necə deyim, prioritetin əsas icra göstəricilərində çatmış oluruq. Bundan sonraki slaytda biz daha bir vacib məsələni qeyd eləmək istəyirik. Deməli, burada Rasim müəllim, icazə verin, mən bunu belə deyək də detallı şəkildə izah edeyim. Siz bildiyiniz kimi Azərbaycandan, Gürcüstanın üzərindən keçməklə Rumıniya və Macaristana qədər bizim yaşıl enerji xəttimiz var. Kabel xətti çəkiləcək və bu kabel xətti çərçivəsində bizim deməli 4 gigawatt enerjimizin ixrac olunmasına söhbət gedir. Yəni bu kifayət qədər böyük bir, mən deyərdim ki, enerji potensialıdır və hal-hazırda da bunun texniki iqtisadi əsaslandırmaları demək olar ki, yekunlaşır və mən inanıram ki, qısa müddətdə biz bunun nəticələrini görəcəyik. İkincisi, Azərbaycan həm Qazaxıstanla, həm də Özbəkistanla yaşıl enerjinin Azərbaycanın üzərindən, Xəzər dənizinin üzərindən, Azərbaycanın üzərindən Avropaya ötürülməsi ilə bağlı danışıqlar gedib, memorandumlar yeri gəlmişdən COP29 çərçivəsində imzalandı və bunu qeyd etmək lazımdır. Üçüncü, bizim bu Orta Asiyanın da belə deyək ki, enerjisini cəlb eləyəndən sonra yaşıl enerjisini. Deməli, Zəngəzur marşrutu üzrə Türkiyənin üzərindən də 1 gigawatt enerjini ötürmək imkanımız var Avropaya doğru. Və yeri gəlmişdən burada Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun imkanlarından, potensialından, hansı ki 10 megawatt orada potensial var, ondan daha geniş şəkildə istifadə olunacaq. Və yeri gəlmişdən Çinlə də bizim axırıncı cənab prezidentin rəhbərliyi ilə ki, səfər çərçivəsində 6 müqavilə imzalandı. Orada da təxminən bir 2,7 gigawattlıq əlavə bir potensialın yaradılmasından söhbət gedir. İndi bizim burada hesablamalarımız var. Məsələ ondadır ki, dediyimiz kimi, bax 4 gigawatt bu xətlə gedəcək, Qaradənizin altından. 1 gigawatt da deməli Zəngəzurun üzərindən, Naxçıvanın üzərindən Türkiyə və Avropaya ötürüləcək. 4 plus 1, 5 gigawatt biz enerji ötürürük. Bizim burada istifadə eləmək planlaşdırdığımız kabellər, bunlar kifayətlə yüksək keyfiyyətli kabellərdir. Bu kabellərin faydalı iş əmsalı, yəni birisi də bu uzun bir məsafədir və burada enerjinin bir hissəsi itəcək. Bu təxminən 85-90% qiymətləndirilir. Hətta biz bunu 80% səviyyəsində qiymətləndirsək, bu o deməkdir ki, Azərbaycan qarşıya qoyulan məqsədə nail olandan sonra 35 milyard kilovat saat enerjini Avropaya ötürəcək.
özə birinci nöqtəmizi götürək, hələ şərti olaraq götürürük, Rumuniyada. Hal-hazırda Rumuniyada 1 kilovat saat enerjinin qiyməti 10-15 avro sentdir. Başqa sözlə, 35 milyard kilovat saat enerjini biz indiki qiymətə vursaq, hələ mən indiki qiymətdən danışıram, diskontlaşdırma eləmirəm və ən aşağı səviyyəni götürürəm, 3,5 milyard dollara bərabərdir. Təsəvvür üçün demək istəyirəm ki, Azərbaycanın keçən ilki qeyri-neft ixracı 3,5 milyard dollara çatmayıb. Biz təkcə buradan 3,5 milyard dollar, bax bu yaşıl enerjini bu iki marşrut üzrə Avropaya çatdırmaqla görün ixracımızı nə qədər belə deyək də diversifikasiya edir. Və bizim bu potensialımız var. Bizim bu potensialımız var və texnik iqtisadi əsaslandırmalar artıq yekunlaşmaq üzrədir və bizim hesablamalar onu göstərir ki, bu 3,5 milyard manat ümumi gəlirdi, amma bunun təxminən bir yarısı həddində də mənfəətdən söhbət gedir. Bu Azərbaycanın indiyə qədər yatırdığı, yaşıl enerjiyə yatırdığı sərmayələrin özünü doğruldacağına əsas yaradır. Və nəzərə alanda ki, getdikcə neft-qaz hasilatı aşağı düşür və Avropada hansı ki, bunun əsas alıcısıdır, yaşıl transformasiya fonunda neftdən, qazdan imtina eləyir, onda bizim yaşıl enerji artıq Avropada olacaq. Hələ mən buna onu da əlavə eləyə bilərəm ki, yeri gəlmişkən, bizim yaşıl hidrogen ixrac imkanlarımız var Avropaya. Hal-hazırda bunun da texnik iqtisadi əsaslandırmasının üzərində iş gedir. Sadəcə orada belə deyək də, işlər lazım olan səviyyədə olmadığına görə mən oradakı rəqəmləri çox açıqlamaq istəmirəm. Amma ilkin hesablamalar onu göstərir ki, yaşıl hidrogenin Azərbaycandan, məsəl üçün deyək ki, Transadriatik pipeline xətt üzrə ötürülməsi İtaliyadakı indiki yaşıl hidrogenin alınma qiymətindən daha ucuz ola bilər. Yəni bizim bax bu cür imkanlarımız var. Ona görə də mən fikirləşirəm ki, bu da Azərbaycanın, necə deyim, gələcəkdə həm qeyri-neft iqtisadiyyatının, həm də qeyri-neft ixracının diversifikasiyası, şaxələndirilməsi baxımından əlavə bir imkandır. Vüsal müəllim, digər bir məsələ Azərbaycanın hal-hazırda bir süni intellekt strategiyası var. 2028-ci il hesablamış bu sənəd Azərbaycana hansı töhfələr verəcək? Faydası nə olacaq? Rasim müəllim, təşəkkür edirəm suala görə. Bildiyiniz kimi, möhtərəm cənab prezident tərəfindən bu il 25-28-ci illərdə süni intellekt strategiyası təsdiq olundu və müvafiq olaraq İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzinə strategiyanın monitorinq qiymətləndirməsinin aparılması tapşırılıb və biz artıq bu istiqamətdə müvafiq qurumlarla Nazirlər Kabinetinin rəhbərliyi altında işlərə başlamışıq. Burada açığı bir neçə vacib məsələ mən istəyirəm qeyd edəyəm. Bəli, indiyə qədər bu sahədə böyük işlər görülüb. O cümlədən Azərbaycanda bildiyiniz kimi elektron hökumət, 3 tier səviyyəsində data mərkəzi, hökumət buludu, deyək ki, açıq məlumatlar platforması formalaşdırılıb. Amma biz beynəlxalq reytinqlərə baxanda və onu təhlil edəndə görürük ki, bizim burada belə deyək ki, görəcəyimiz işlər var, potensialımız çox böyükdür işlərlə bağlı. Və ona görə mən düşünürəm ki, strategiya çox düzgün vaxtında verilmiş bir qərar idi. Strategiya barədə verilən qərar. Və bir neçə istiqaməti möhtərəm cənab prezident müəyyənləşdirib. Əlbəttə, bunlardan birinci növbədə biz prioritet istiqamətləri müəyyənləşdirməliyik ki, biz süni intellekti daha çox hansı istiqamətlərdə istifadə edəcəyik və hansı dövlət qurumları bu istiqamətlərə cavabdeh olacaq. Və bu çox vacib bir istiqamətdir. İkinci prioritetimiz ondan ibarətdir ki, biz süni intellekt idarə etmə mexanizmlərinin infrastrukturunu yaratmalıyıq. Və yeri gəlmişkən, cənab prezidentin tapşırığına əsasən Azərbaycanda süni intellekt akademiyasının yaradılması tapşırılıb və bu da bu tədbirlərin içərisindədir. Üçüncü istiqamət insan kapitalıdır. Aydın məsələdir ki, biz mümkün qədər elə bu süni intellekt akademiyasından da istifadə etməklə bu süni intellektlə məşğul olan icmanı formalaşdırmalıyıq. Bu çox vacibdir. İnsan kapitalına yatırım olmalıdır. Növbəti istiqamət biznes mühitlə bağlıdır. Biz elə bir biznes mühit formalaşdırmalıyıq ki, süni intellektin inkişafı təkcə dövlətin təşəbbüsləri, yaratdığı infrastrukturun üzərindən deyil, həm də süni intellektin deməli inkişafı özəl sektorun sərmayələri hesabına, təşəbbüsləri hesabına olsun. Və bir də ki, aydın məsələdir ki, bu sahədə bizim kiber təhlükəsizlik məsələləri. Çünki biz süni intellektdə nə qədər çox
dərinə gediriksə, o qədər də təhlükəsizlik məsələlərini önə çəkməliyik və yeri gəlmişkən demək lazımdır ki, baxmayaraq ki, süni intellekt sahəsində bizim beynəlxalq reytinqlərdəki vəziyyətimiz hələlik bizim istədiyimiz səviyyədə deyil, amma kiber təhlükəsizlik nöqteyi nəzərdən Azərbaycan çox qabağa gedib, hətta bəzi hallarda inkişaf etmiş ölkələri belə yerdə qoymağı bacarır və mən düşünürəm ki, bax bu süni intellektin strategiyasının həyata keçirilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, məhsuldarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində çox böyük töhfələr verəcəkdir. Vüsal müəllim, və nəhayət Azərbaycan bir qalib ölkədir. Eyni zamanda dünyada yeni bir reallıqları ortaya qoymalıdır. Dəyişən bir dünyada yaşayırıq. Belə olan halda bundan sonra bütün bu qeydlərinizi ümumiləşdirsək, gələcəyə hesablanmış iqtisadi strategiyası nədən ibarətdir və yaxud da siz onu necə görürsünüz? Rasim müəllim, mən bu yaxınlarda deməli Stanfordun professoru Steve Bulayevin bir müsahibəsinə qulaq asırdım və o çox bir maraqlı bir yanaşma ortaya qoydu. Ümumiyyətlə bu texnoloji inqilab vaxtında dövlətlərin rolundan, biznesin rolundan bağlı o 3 qanunu deyil, mən çox belə deyək ki, detallara getmək istəmirəm. Mur qanunu, Metcalf qanunu və bir də güc qanunu. Bunlardan çıxan nəticəni dedi ki, nəticə ondan ibarətdir ki, indiki bizim reallığımız onu göstərir ki, qalib hər şeyi götürəcək. Cənubi Qafqazda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və bir qalib dövlətə çevrilməsi və artıq qlobal miqyasda multikulturalizm məsələlərinə tutmuş iqtisadi məsələlərə qədər, nəqliyyat, logistika məsələlərinə qədər əsas aktorlardan birinə çevrilməsi, bu bizim qalib mövqeyimizdən doğan bir məsələdir. Çünki qalib hər şey götürür. İndi siz fikir verirsiniz, biz baxdıq, elə o nəqliyyat, logistika, digər məsələlərə də biz artıq regionda sözün əsl mənasında əsas nəticələri götürə bilirik. Yəni, bundan faydalana bilirik. Amma Steve Bulayev bir məsələni dedi ki, necə ki, deyək ki, ChatGPT milyardlarla pul xərclədi, birinci oldu, amma DeepSeek bir neçə milyon dollardan gəldi, eyni səviyyədə bir, belə deyək ki, nəticəni ortaya qoydu. Yəni, baxmayaraq ki, sən qalibsən, amma daim öz üzərində işləyib, daim bu prosesi davam etdirməlisən. Və mən düşünürəm ki, Azərbaycan da bax bu yolu gedir. Məsələn, birinci rübün mən sizə büdcə funksional təyinatı üzrə xərcləmələrini deyə bilərəm ki, bizim 2 milyard manatdan artıq müdafiə milli təhlükəsizliyə xərclərimiz həyata keçirilib. Və bu düzgündür. Çünki biz bəli, qalib dövlətik, amma arxayınçılıq olmaz. Yəni, biz rahatlaşa bilmərik. Əksinə, öz üzərimizdə daha çox işləməliyik. Müdafiə təhlükəsizlikdən tutmuş iqtisadiyyata qədər, onun rəqabət qabiliyyətinə qədər, beynəlxalq siyasətə qədər məsələləri daha da gəlişdirməliyik. Çünki 2-ci əsr deməli, Roma imperatoru Adriandan tutmuş, deməli, Amerika prezidenti Reagana qədər tez-tez ifadə elədikləri bir söz var idi ki, güc üzərindən sülh. Bax, mənə elə gəlir ki, bizim üçün bu çox vacib bir məsələdir və mən düşünürəm ki, Azərbaycan bax bu qalib və dominant mövqeyini, milli maraqlara xidmət edən siyasətini bundan sonra da uğurla davam etdirmək potensialına malikdir və bu belə də olacaqdır. Vüsal müəllim, sizdən söhbət çox maraqlı oldu. Təəssüflər olsun ki, bizə ayrılan vaxt burada yekunlaşdı. Çox sağ olun, minnətdarıq dəvətimizi qəbul elədiyiniz üçün. Siz təşəkkür edirəm ki, məni dəvət etdiniz. Çox sağ olun. Bəli, dəyərli izləyicilər, bugün biz Azərbaycanın reallaşdırdığı sosial-iqtisadi strategiyalardan danışdıq. Eyni zamanda İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin bu sahədə təhlillərini də sizə təqdim etməyə çalışdıq. Və biz ayrılan vaxt burada yekunlaşdı. Növbəti buraxılışlarda yeni mövzularla yenidən qarşınızda olacağıq. Sağ olun, sağlıqla qalın.